olsun, dəyərli abituriyentlər, müəllimlər. Bugün sizlərlə bir yerdə maraqlı bir sual müzakirə edəcəyik. Deməli, bu sualımız nə ilə bağlıdır? Heç bir vaxt cümlə üzvləri ilə qrammatik cəhətdən əlaqəsi olmayan söz qrupları, yəni xitablar və ara sözlər. İndi burada ara sözdən ziyadə biz görürük xitab işlənib. Lakin bir məsələni deyim. Adətən cümlə üzvləri ilə əlaqəsi olmayan deyəndə abituriyentlərin ağlına nə gəlir? Köməkçi nitq hissəsi. Məlum məsələdir ki, köməkçi nitq hissələri heç müstəqillikdə cümlə üzvü ola bilmirlər. Bu ayrı bir məsələ, biz bunu müzakirə etmirik. Ancaq bir də var ki, siz görə bilərsiniz. Xitabla ara sözü biz keçdikcə görürük ki, məsələn, kitablarda, indi bilmirəm, göstərə biləcəm kitabdan ya yox. Bunu nə formada verirlər? Baxın, gözləyim mən sizin üçün göstərim. Bu DİM 2017 vəsaitidir, mənim sevimli vəsaitim. Deməli, burada fikir versəniz, o? Aha, qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər xitab və ara söz. Yəni, belə bir başlıq görəndə sizin ağlınıza ya xitab, ya ara söz gəlməlidir. Bunu konkret bilək. Gəldik, bizdən səhv fikir istəyir. Cümlə üzvü ilə bağlı olmayan ifadə ilə bağlı. Deməli, qalx, düşkün dünya, sən insanoğlunun taleyinə bax. Düşkün dünya nədir? Birinci növ təyini söz birləşməsi ilə ifadə olunmuş xitabımızdır. Yaza bilsək. Bu xitab barədə önəmli məlumat nədən ibarətdir, dəyərli şagirdlər? Xitabımız birinci növ təyini söz birləşməsidir. Və bunun tərəfləri cümlə üzvü olaraq müzakirə olunmur. Yəni, sən dünyaya mübtəda, düşkünə də onun təyini deyə bilməzsən. Bunu yadda saxlamaq lazımdır. Digər tərəfdən bizdən səhv və düzləri istəyirsə müzakirə edək. Xəbərlə əlaqəyə girib nə sualına cavab verir? Baxın, 1-ə fikir verin, 1-ə fikir verin, 4-ə fikir verin. Bax, bunları mən görürəm və eləcə də nəyə fikir verək? Hələ ki, 1 ilə 4-ə fikir verin. 1-də deyir ki, xəbərlə əlaqəyə girib nə sualına cavab verir? 4-də də uzlaşma əlaqəsinin əsas tərəfidir deyir. Bunlar mümkün olan şeylər deyil, uşaqlar. Çünki uzlaşma əlaqəsinin əsas tərəfi olmaq bilirsiniz nə deməkdir? Bilirsiniz də, uzlaşma əlaqəsi mübtəda və xəbər arasındakı əlaqədir cümlə üzvlərindən və əsas tərəf həmişə mübtəda olur. Siz xitabı mübtəda götürə bilərsinizmi? Şagirdlərin ən böyük səhvidir, gedir xitabı və ya ara sözü cümlə üzvü kimi müzakirə edir, hətta sintaktik təhlil sxeminə də cəlb edir. Olmaz. Bu bir. Eləcə də xəbərlə əlaqəyə girib nə sualına cavab vermək? Yenə. Baxın, 1 ilə 4 avtomatik səhvdir. Nə ilə əlaqəyə girməsi barədə fikir bildirsə, hamısı səhvdir. Təyin, tamamlıq, zərflik, xəbər, mübtəda. Fərqi yoxdur. Ara sözlərimiz və xitablarımız cümlə üzvü ola bilmir. Bu bir. 2. Söz birləşməsinin ifadə olunması haqlıdır. Yəni, xitabımız və ya ara sözümüz söz birləşməsi formatında ola bilər. Birləşmənin aslı tərəfi feildən düzələn sifətlə ifadə olunub. Baxın, burada da abituriyentlər deyir ki, ay müəllim, bəs aslı əsas tərəf müzakirə edə bilərikmi? Niyə də yox? Çünki bizim xitabımız birinci növ təyini söz birləşməsidirsə, bizim də aslı tərəfimiz hanı? Düşkün sözüdür. Düşməkdən düşkün. Deməli, bu düzdür, sifətdir və feildən düzəlib. Bununla da problemimiz yoxdur. Yəni, söz birləşməsinin artıq biz burada aslı əsas tərəfi müzakirə edirik. Bu, ümumi sintaktik təhlildə cümlə üzvü kimi götürməyə gedib çıxmır. Cümlə üzvləri ilə məna əlaqəsi var. Deməli, 1-4 hələ ki cibdədir. Bunu da yadınızda saxlayın. Cümlə üzvləri ilə məna əlaqəsi vara gəldikdə, baxın. Qrammatik əlaqə var desə və bu sintaktik əlaqəyə bir ucu gedib çıxdığı üçün, bəli, siz bunu yanlış götürə bilərsiniz. Amma bilirsiniz ki, ara söz və xitab müəyyən qədər cümlədə digər sözlərlə bir vəzifə daşıyaraq, baxın, sintaktik cəhətdən bir vəzifəsi var, amma cümlə üzvü deyil. Bu cəhətdən bir vəzifəsi var və bir məna da yarada bilir. Məna əlaqəsi də var. 5 düzdür. Hər iki tərəfin yazılışı və deyilişi arasında fərq yoxdur, deyir. Düşkün dünya. Dünya sözündə yazılış deyiliş arasında fərq olmasa da, düşməkdən düşkün, y-yə keçir tələffüzdə. İtməkdən itkin, bu tip sözlər kimi. Demək ki, səhv cavabımız 1, 4, 6. Sizin üçün aydın olmayan nə məsələ olarsa buyurub soruşa bilərsiniz.